İsa Məsihin qanı hər bir günahımızı yumağa qadirdir. Əgər biz tövbə eləsək, əgər Rəbbə tərəf dönsək, əgər həyat tərzimizi dəyişsək, əgər bugündən etibarən başlasaq Rəbbin dalıcan getməyə, onun sözləri ilə oturub durmağa, Rəbb bizi dəyişməyə qadirdir. Ona görə də mən hər birinizi tövbəyə çağırırım. Əgər kimsə tövbə etmək istəyirsə, həyatını dəyişmək istəyirsə, sadəcə bugün tövbə eləyib gələn həftə eyni günahlara qayıtmaq yox. Sadəcə bugün tövbə eləyib qapıdan çıxan kimi hər şeyi unutmağa yox. Tövbə eləyib həqiqətən də həyatımızı Rəbbə vermək istəyiriksə, bu dünyanın o pis, murdar qoxularından azad olmaq istəyiriksə, Rəbbin kəlamından gələn o gözəl, ruhani ətirdə yaşamaq istəyiriksə, gəlin bu günləri tövbə eləyək, gəlin bu günləri həyatımızı dəyişək. Və mən əminəm ki, Rəbb buna qadirdir. Sadəcə bir neçə addım qabağa at. İblis sənə bu günləri deyir ki, boş şeydir, onsuz da düzəlməyəcəksən. Onsuz da heç bir şey dəyişməyəcək. Amma Rəbb səni çağırır. Rəbb səni çağırırsa, Rəbbin bugün səsinə haray ver. Və Rəbb sənin həyatını dəyişəcək. Rəbb sizə xeyir-dua versin. Rəbb hər birimizin tövbəsini qəbul etsin, kimlər ki eləyəcək. Və Rəbb qorusun ki, biz onun dalınca gedək və bir daha o dünyaya qayıtmayaq. Amin.